Qasımov Rakib Allahveranoğlu, Lənkəran rayon Laş kənd sakini, Lənkəran rayon Poliklinika müdiri Cəmil doktordan şikayətim var və Mirzə doktordan. Demək, mən yaxınlaşmışdım Cəmil doktora, mənə 10 gün stasionara yatmağa demək o məsləhət gördü ki, 10 gün yatasan. Mən də 10 gün yatandan sonra çıxdım balnisiyadan, sənədlərimi ona təqdim elədim ki, bəs mənim yatışım qutardı, 10 gün bitdi. O da mənə, Cəmil doktor da mənə dedi ki, gedirsən, yaxınlaşırsan Mirzə doktora və Səbinə xanıma. İkisi də cərrahdılar. Onlara yaxınlaşırsan, bu kağızı onlara verirsən ki, bəs mən səni göndərmişəm. Mən də bu kağızı təqdim elədim, verdim onlara. Onlar, Səbinə xanım dedi ki, Mirzə doktor, biz ikimiz bu xəstəyə baxmalıyıq, bunun vəziyyətinə nə yerdədir. Mirzə doktor qırmızı ruçka aldı kimdənsə, xətt çəkdi buradan, hətta bu kağızı da saxlamışam, sübut kimi. Dedi ki, mən sənə baxmaq belə istəmirəm, sən hara getsən get, mənlik deyil. İndi mən də qalmışam belə çıxılmaz vəziyyətdə, mən öz dərdimi kimə deyim, hara yaxınlaşım. Bu Lənkəran həkimləri həqiqətən Allahın yolundan çıxıblar. Bunlara bilmirəm, bunlar qorxmurlar heç kəsdən, heç kəsi saymırlar. Şəxsən mən bir vətəndaş kimi, bir xəstə kimi mən buna mehtacam, bununla gəzirəm. Mənim hər iki ayaqlarım qəzada sınıb, qolum da sınıb. Mən də bunlara dəfələrlə bunlara müraciət etmişəm, xahiş edirəm. Mənim bu işimə siz bir baxasınız, mənə bir yol göstərirsiniz, bir əncam çəkəsiniz də mənim bu... Axı, belə olmaz. Bunlar da heç kəs mənə baxmır, heç kəs də necə deyərlər, mənim işimə, ümumiyyətlə mənə baxmırlar, saymırlar. Bu da o deməkdir ki, saymamazdıq. Yəni, xəstə ilə belə davranmaq olmaz. Mən də bir vətəndaş kimi, mən də bir insan kimi, mən də istəyirəm ki, mənim işimə baxsınlar. Amma heç kəs görürəm ki, məni heç adam yerinə də qoymur. Yaxşı, indi bir şey çıxır burada, mən nə etməliyəm? Hara müraciət eləməliyəm və kimlərə yaxınlaşmalıyam? Mən də qalmışam belə. Cəmil doktorla mən dəfələrlə demişəm ki, doktor, mən şikəst adamam, xahiş edirəm sizdən, mən də sizin qardaşınız, mən də Lənkəranlıyam, mən də vətəndaşam. Axı, mənim işimə niyə baxmırsınız? O da mənə qayıtdı, dedi ki, sən yaxınlaş, mən də yaxınlaşdım, bu da mənə cavab. Mən buradan üzümü tuturam cənab prezident sizə və Mehriban xanım sizə və Səhiyyə Nazirliyinə və təbibə. Mən xahiş edirəm ki, mənim bu işimə siz bir əncam çəkəsiniz. Bu Lənkəran həkimləri demək olar ki, bu vətəndaşlarla yaxşı davranmırlar. Kobud şəkildə şəxsən mənimlə davrandılar. Ümumiyyətlə, mənə adam yerinə qoymadılar. İndi mən xahiş edirəm, mənim bu qolum baş sınıb. Mən bu qolumla nə bunu qattalaya bilmirəm, nə bundan ağır bir iş görə bilmirəm. Mən nə etməliyəm? Mən öz əmək qabiliyyətimi itirmişəm. 2020-ci ildə, demək olar ki, 5-6-cı ildir mən heç bir yerdə işləmirəm, işləyə də bilmirəm. Xahiş edirəm, mənim bu işimə bir əncam çəkəsiniz, mənə bir köməklik göstərəsiniz.